faydalıdır. Çünki toxumlarında antibakterial maddələr var. Amma çox yemək məsləhət deyil. Kinkan arıqlama dövründə də ideal meyvə hesab olunur. Kalorisi aşağı olduğuna görə, glisemik indeksi aşağı olduğuna görə arıqlamağa da kömək edir. Ancaq nəzərə almaq lazımdır ki, hər hansı bir meyvə tək şəkildə arıqlamağa və yaxud da kökəlməyə təsir edə bilməz. Sadəcə olaraq onu düzgün vaxtda, düzgün istifadə etmək lazımdır. Bir çox hallarda ağır həzm olan qidalarla birlikdə kinkanı qəbul etdikdə tərkibindəki C vitamini yağların daha tez yanmasına gətirib çıxardır. Eləcə də mütəmadi olaraq kinkan qəbul etdikdə orqanizmdə yığılıb qalmış yağların da yanmasına kömək etdiyinə görə bəzən də onu arıqladıcı meyvə və yaxud da pəhriz meyvəsi olaraq da hesab edirlər. Buna görə hər insan öz ovucunu keçməyəcək şəkildə kinkan qəbul edə bilər. Bu da 4-5 kinkan edə bilir. C vitamini, qan durulaşdırıcı xüsusiyyəti olduğuna görə təzyiq dərmanı istifadə edənlər kinkanı dərmandan 40 dəqiqə əvvəl və yaxud da 40 dəqiqə sonra qəbul etməsinə diqqət etmələr vacib məqamlardan biridir. Eyni zamanda da ac qarına qəbul etmək bəzən mədə turşuluğunun artmasına gətirib çıxara bilər. Az yaşlılarda da allergiyaya meyillilik varsa, 3 yaşına qədər uşaqlara kinkanın verilməsi tövsiyə olunmur.